Bir alim danışırdı ki, Allahın belə imtihanları var da qəribə. Bir xristiyan Rus idi, gəlmişdi, İmam Hüseyin vasitəsilə İslamı tanımışdı. Getdi İmam Rızanın hərəminə, İslamı qəbul elədi, müsəlman oldu. Elə oradan çıxdı, zəng gəldi. Anası dedi ki, oğlum, xərçəng olmuşam, bu yaxında dünyadan köçəcəm. Hay Allah, bunu biraz əvvəl deyərdim buna. Hələ müsəlman olmamışdan yox. Deyir, alim deyir, mən narahat oldum, deyər ki, elə başlandı ki, mən müsəlman olmağım. Deyir, bu cavan şu oğlan da necə mərifətli. Dedi ki, hesab elədim ki, Allah məni qəbul elədi ki, belə imtihan elədi. Dedim ki, maşallah da belə adam. İxlas belə bir şeydir, xalis niyyət belə bir şeydir. Əvvəlcədən deyim, istəmirsiniz ixlaslı olmayın. İxlas, yəni istəmirəm mənə təşəkkür eləsinlər. Allah da deyir, yoxlayım görüm necəsən sən. İstəmirsən sənə təşəkkür eləsinlər, yaxşılıq elədiyindən naşükürlük görəcəksən. Ki, görsənsin ki, mən daha naşükürlük demədim, ay Allah. Dedim ki, təşəkkür eləməsin. Daha xəyanət demədim ki. İstəmirəm elə, istəmirsən istəmə. Və sənin nəfsin necə əzilsin? Nəfs belə əzilir. Deməli, ixlas bizim ziyanımıza qutarır. İxlaslı olmaq bizim ziyanımızadır. Bəli, qısa müddətli ziyandır, qısa müddətli. Qısa müddətli ziyandır. Amma əbədi xeyir. İndi hansını seçirsən seç. Dedin, alqışladılar. O alqış biraz xeyir. Bitdi. Sonra əbədi ziyan gəlir. Amma ixlaslı adamları öz zamanlarında qısa müddətdə dəyərləndirmirlər. Amma kimlər qalıb tarixdə, qəlblərdə yaşayan? Kimlər qalıb? İmam Hüseyin niyə qəlblərdə yaşayır, Yezid kimlər yox? Ona görə ki, xalis niyyətlə, heç bir təmənna güdmədən, təmənnasız sevgi bu qədər cəzb edir. Görürsünüz, 1000 il keçib Hüseyin, Hüseyin deyib ağlayır cəmaat, göz yaşı dökür. Görürsünüz, yenə də uzun müddətli xeyirdir ixlas. Öz zəmanəsində böyüklərin heç birini dəyərləndirməyiblər. İllər, əsrlər keçib, sonra ağlayıblar ki, onun qədrini bilmədik. Əsrlər keçəndən sonra.